Təsəvvür edin, gənc bir qadın kollecdən yataqxanasına qayıdır və görür ki, yaraşıqlı, səliqəli geyinmiş bir adam qolunu sarğıya qoyub, Volkswagen Beetle markalı maşınına da bir yığın kitabı yerləşdirməyə çalışır. Kömək istəyir, qadın yaxınlaşır və bu onun son hərəkəti olur. Bu sadəcə bir qorxu hekayəsi deyil, bu Ted Bundy'nin imzası idi. Bugün sizin təqdim etdiyiniz mənbələr əsasında Amerikanın ən bədnam seriyalı qatillərindən birinin hekayəsinə başvururuq, anlamağa çalışacağıq ki, o necə oldu bu qədər uzun müddət ədalətdən yayına bildi. Və bu əslində bütün hekayənin açar sualıdır. Dəfələrlə eyni maşından, eyni hilədən istifadə edən, hətta şahidlərin adını belə Ted olaraq xatırladığı bir adam, necə olur ki, bir ştatdan digərinə keçib qətlər törətməyə davam edə bilir? Bugün biz sadəcə hadisələrin xronologiyasını izləməyəcəyik. Biz sistemdəki o boşluqları, o kör nöqtələri axtaracağıq. Bundy məhz onlardan istifadə edib. Gəlin, elə o boşluqların yaradıldığı yerdən Bundy'nin metodundan başlayaq. Çünki bu metod o qədər sadə idi ki, o qədər təməl insani hisslərə söykənirdi ki, demək olar görünməz idi. Bu çarəsiz yaraşıqlı adam rolu, bu sadəcə bir maskaydı yoxsa daha dərin bir şey? Bu, maskadan daha artıq bir şeydir. Bu, cəmiyyətin öz qərəzlərindən hazırlanmış bir kamuflyaj idi. Fikir verin, bizim beynimizdəki canavar obrazı necədir? Qəribə, qorxunc, cəmiyyətdən təcrid olunmuş biri. Bundy isə bunun tam əksi idi. Yaraşıqlı, xarizmatik, hüquq fakültəsinin tələbəsi. Hətta siyasətlə maraqlanan, könüllü işləyən biri. Bəli. O, təkcə normal görünmürdü. O, normal anlayışını bir silah kimi istifadə edirdi. Yəni, onun əsl silahı maşındakı dəmir link yox, insanların beynindəki stereotipləri idi. O, yox canım, bu adamdan qatil çıxmaz düşüncəsi. Tamamilə. Və bu, dəhşətli dərəcədə effektiv bir silahdır. Bu, təkcə zahiri görünüşlə bağlı deyil. O, bütün sistemi aldatmaq üçün qurulmuş bir personaj idi. Seattle-da cinayətlərin qarşısının alınması komissiyasında işləyirdi. Təsəvvür edin, təcavüzün qarşısının alınması haqqında broşür yazırdı. Bu, o qədər absurd bir ironiyadır ki... İnanılmazdı. Bəli, polis, hətta onun dostları belə gözlərinin qarşısındakı canavarı görə bilmirdilər. Çünki bizim stereotiplərimiz bizi qorumur. Əksinə, təhlükəli kör nöqtələr yaradır. Mənbələrdəki Georgian Hawkins hekayəsi də bu metodu bütün çılpaqlığı ilə göstərir. Bundy ona yaxınlaşanda dəmir linklə vurub huşsuz vəziyyətə salır. Amma ən dəhşətlisi odur ki, qız özünə gələndə şokdan nə baş verdiyini anlamır. Və hətta düşünür ki, Bundy ona İspan dili imtahanına kömək etmək üçün oradadır. Bu, insanın beynini donduran bir detaldır. Bu detal həm də Bundy'nin manipulyasiya qabiliyyətinin nə qədər yüksək olduğunu göstərir. Amma onun başqa bir tərəfi də vardı və bu, metodunun ikili təbiətini ortaya qoyur. Bəzən o, bu cazibədar hiləgər deyildi. Bəzən o, sadəcə bir xəyalət idi. Yatan qurbanlarının evinə pəncərədən girən və onlara yuxudaykən dəmir çubuqla hücum edən biri. Bu göstərir ki, o həm soyuqqanlı plan qurur, həm də fürsətdən istifadə edirdi. Biri incə bir hilə, digəri isə tamamilə vəhşi bir hücum. Elədir. Deməli, qətillər başlayanda əslində pərakəndə də olsa ipucları yığılmağa başlayır. Brenda Carroll Ball son dəfə qolu sarğılı bir adamla görülür. Susan Rancourt itəndən sonra şahidlər yenə eyni təsviri verir. Qolu sarğılı, Volkswagen Beetle sürən adam. Bütün bu detallar ayrı-ayrılıqda polisin əlində var idi. Və Lake Sammamish parkındakı hadisə ilə bu pərakəndə ipucları bir-birinə bağlanmalıydı. Həmin gün Bundy inanılmaz dərəcədə cəsarətli davranır. O, 5 fərqli qadına yaxınlaşır, özünü Ted kimi təqdim edir, qolunda yenə eyni sarğı, maşını da eyni maşın. Hamısından da eyni xahiş edir, yelkənli qayığını maşından endirməyə kömək etsinlər. Hətta bir qadın onunla maşına qədər gedir, amma maşında qayığı olmadığını görəndə şübhələnib qaçmağı bacarır. Amma təəssüf ki, həmin gün 2 qadını qaçırıb öldürür. Yaxşı, deməli polisin əlində artıq nə var? Konkret ad, Ted. Konkret avtomobil, Volkswagen Beetle. Konkret hilə, qoldakı sarğı və bir neçə şahidin təsviri əsasında hazırlanmış bir robot foto. Normalda düşünərsən ki, hər şey bitdi, bu adamı bir neçə günə tapacaqlar. Amma məhz burada istintaqın ən böyük səhvi ortaya çıxır.
Bu işin ən məyus edici və heyrətləndirici hissəsidir. Mənbələrdə deyilir ki, robot foto yayımlandıqdan sonra Bandini tanıyan bir neçə nəfər polisə zəng edir. Onlardan biri Bandinin Fövqəladə Hallar Departamentindəki iş yoldaşı idi. Digəri isə keçmiş sevgilisi. Hər ikisi də deyir ki, bu təsvir və maşın məhz Ted Bundy'yə aiddir. Lakin polis bu zəngləri demək olar ki, qulaq ardına vurur. Bir dəqiqə, yəni öz iş yoldaşı zəng edib deyir ki, axtardığınız adam mənimlə bir otaqda işləyir. Polis də deyir ki, yox, o deyil. Bu necə ola bilər? Bu iki səbəbdən olur. Biri texniki, digəri psixoloji. Texniki səbəb o idi ki, o dövrdə polisə hər gün yüzlərlə belə zəng gəlirdi və onları effektiv şəkildə araşdırmaq üçün resurs yox idi. Amma əsas, psixoloji səbəb bayaq danışdığımız o idraki qərəzi idi. Detektivlər Bandinin faylına baxırlar, cinayət qeydi yoxdur, universitet tələbəsidir, siyasi kampaniyalarda fəaldır. Normal adamdır. Bəli. Və öz-özlərinə deyirlər, yox, bu cür dəhşətli cinayətləri bu adam törədə bilməz. Onlar bir canavar axtarırdılar. Öz qonşularını yox. Vaşinqtonda təzyiqlər artdıqca və polis nəhayət ki, ləng də olsa onun izinə düşməyə başlayanda, Bundy çox ağıllı bir gediş edir. Utah Universitetinin hüquq fakültəsinə qəbul olduğunu bəhanə edərək ştatı dəyişir və təbii ki, qətlilər də onunla birlikdə Utah'a köçür. Bu, onun sağ-qalma strategiyasının ən vacib hissəsi idi. Anlamaq lazımdır ki, 70-ci illərdə ştatlar arası polis idarələri arasında vahid bir məlumat bazası, effektiv bir kommunikasiya demək olar ki, yox idi. Bundy Washingtondan Utah'a keçəndə sanki istintaq üçün bir reset düyməsini basırdı. Utah'dakı polis Washingtondakı şahidlərdən, robot fotodan, Ted adından xəbərsiz idi. Hər dəfə sıfırdan başlayırdılar. Tamamilə. Hər yeni ştatda istintaq demək olar ki, sıfırdan başlayardı və bu, Bundy'yə hər dəfə təmiz bir səhifədən başlamaq imkanı verirdi. Və bu təmiz səhifədə o daha da azğınlaşır. Hətta bir polis rəisinin qızını qaçırır. Məhz bu dövrdə onun qurbanlarının cəsədləri ilə olan o dəhşətli ritualları barədə məlumatlar ortaya çıxır. O, illər sonra etiraf edir ki, qurbanlarını öldürdükdən sonra onların saçlarını yuyur, makyaj edir, şəkillərini çəkirdi. Hətta bir dəfə bununla bağlı işlətdiyi cümlə insanın qanını dondurur. Bir şeyi düzgün etmək üçün çox çalışan da onu unutmaq istəmirsən. Bu cümlə onun xəstə təfəkkürünün açarıdır. Düzgün etmək. O qətli bir sənət, bir layihə kimi görürdü. Bu sadəcə öldürmə ehtirası deyildi. Bu, tam sahidlənmə və kontrol arzusu idi. Ölümdən sonra belə qurbanlarının bədənlərini manipulyasiya etməklə onları bir əşyaya, öz kolleksiyasının bir parçasına çevirirdi. Bəzi qurbanlarının başını kəsib mənzilində saxlaması da. Bəli, bu da məhz o tam sahiblənmə arzusunun ən ifrat forması idi. Yaxşı, bəs bu qədər cinayətdən sonra necə olur ki, tor daralmağa başlayır, ilk həbsi necə baş verir? Bütün bu planlı cinayətlərdən sonra ilk həbsi çox təsadüfi bir şəkildə olur. Salt Lake City'nin kənarında bir patrul polisi gecə vaxtı faralarını söndürüb, şübhəli hərəkət edən bir Volkswagen görür və onu saxlayır. Bundy qaçmağa çalışır, amma bacarmır. Polis maşına baxış keçirəndə isə əsl qətl ləvazimatı ilə qarşılaşır. Xizək maskası, əl qandalları, dəmirling, iplər. Yəni, bir yol polisi təsadüfən bütün ölkənin axtardığı qatilin maşınını saxlayır. Elədir. Polis məmuru o an kimlə üz-üzə olduğunu bilmirdi, amma maşındakılar ona bir manyakla qarşı-qarşıya olduğunu göstərirdi. Bu həbsdən sonra keçmiş sevgilisinin zəngləri, maşının təsviri kimi detallar üst-üstə düşməyə başlayır. Amma yenə də onu qətillərlə birbaşa əlaqələndirəcək yetərli sübut yox idi. Onu yalnız bir müddətli həbsdə saxlaya bilirlər, amma bu dəfə polis işin arxasınca gedir. Bundy azadlığa çıxsa da, o bir səhv edir və öz sevimli Volkswagen maşınını satır. Müstəntiqlər dərhal maşını tapıb müsadirə edirlər və maşının içini sözün əsl mənasıyla lif-lif axtarırlar. Nəticədə 3 fərqli itkin qadına aid saç dəlləri tapırlar. Bəli, bu nəhayət ki, fiziki bir sübut idi və bu, onun ilk məhkumluğuna gətirib çıxardı. Amma qətlə görə yox, adam uğurluğuna cəhdə görə. Onu nəhayət ki, həbsxanaya salmışdılar. Amma hekayə burada bitmir. Əksinə, ən inanılmaz hissələrindən biri başlayır. Çünki Bundy üçün həbsxana divarları sadəcə növbəti bir problemi idi. Gəlin bu qaçışlar üzərində biraz dayanaq. Çünki bu, sadəcə həbsdən qaçış deyil, onun xarakterini, zəkasını və həyasızlığını göstərən hadisələrdir. Birinci qaçış, məhkəmə binasının kitabxanasından. Bu, sanki bir Hollywood filmindən çıxmış səhnə kimidir.
Tamamilə. Bu, onun nə qədər özündən razı və toxunulmaz olduğuna inandığını göstərir. O, özünü müdafiə etmək hüququndan istifadə edirdi. Bu da ona məhkəmədə qandalsız hərəkət etməyə imkanı verirdi. Bir proses zamanı kitabxanadan istifadə etmək bəhanəsi ilə icazə alır və ikinci mərtəbənin pəncərəsindən tullanır. Bu, anlıq bir qərar idi, impulsiv və həyasız bir hərəkət. Sanki deyirdi ki, siz hamınız axmaqsınız, mənsə sizdən daha ağıllıyam. 6 gün dağlarda gizlənsə də sonda yaxalanır. Amma bu onu dayandırmır. İkinci qaçışı isə daha da inanılmazdı. Bu artıq impulsiv bir hərəkət deyil, əsl soyuqqanlı bir plandır. Bəli, ikinci qaçış onun kriminal zəkasının digər tərəfini göstərir. Təkcə həyasız deyil, həm də səbirli, metodik planlayıcı. 6 ay hazırlıq görür. Ziyarətçiləri vasitəsilə içəri pul və kiçik mişar keçirməyi bacarır. Kamerasının tavanındakı metal barmaqlığı yavaş-yavaş səs salmadan kəsir. Aylarla. Aylarla. 1977-ci ilin dekabrın 30-unda, hamının yeni il tətilinə hazırlaşdığı bir vaxtda, yatağına kitablar və yastıqlar yığıb yatmış kimi bir görüntü yaradır, tavandakı deşikdən çıxır. Boş bir otağa keçir, orada mülki geyimlər geyinib, sadəcə qapıdan çölə çıxıb gedir. Bu dəhşətlidir. O sadəcə çölə çıxıb gedir. Bütün həbsxana sistemi iflas edir. Bəs sonra, qaçdıqdan sonra hara gedir? Birbaşa Floridaya və orada artıq bütün maskalarını atır. Əgər əvvəllər o yırtıcı instinktlərini bir növ kontrol altında saxlayırdısa, Floridada bu artıq saf, çılpaq, vəhşilik idi. Ən qəddar hücumları məhz burada baş verir. Florida Ştat Universitetinin yataqxanasındakı hücum. Bu artıq onun əvvəlki metodlarına heç bənzəmir. Sanki heç kimi və heç nədən çəkinmir. Çünki artıq itirəcək bir şey qalmamışdı. Bu, onun son gəzap partlayışı idi. Cəmi 15 dəqiqə ərzində yataqxanaya girir, 3 fərqli otaqda 4 qadına hücum edir, ikisini öldürür, ikisini isə ölümcül yaralayır. Artıq hilə, manipulyasiya yoxdur. Sadəcə amansız, heyvani bir zorakılıq var. Və məhz bu həddən artıq özünə inam və qəzəb onun sonunu gətirəcək bir səhvə yol açır. Diş izləri. Bəli, qurbanlarından birinin bədənində qoyduğu diş izləri. O qədər kontrolu itirmişdi ki, arxasında öz vizit kartını buraxmışdı. O dövrdə DNA analizi yox idi. Amma odontologiya, yəni diş izlərinin müqayisəsi məhkəmədə qəbul edilən bir sübut idi. Və bu diş izi sonradan onun məhkum olunmasında həlledici rol oynayacaqdı. Və bu da onun sonu deyildi. Yataqxana hücumundan sonra son qurbanını 12 yaşlı Kimberly Litchi qaçırıb öldürür. Bu artıq o cazibədar Ted deyildi, bu sadəcə bir canavar idi. Tamamilə. Yekun həbsi də yenə təsadüfi bir şəkildə baş verir, elə deyilmi? Sanki taleyin bir ironiyasıdır. Bəli, ilk həbsi kimi son həbsi də adi bir yol yoxlaması zamanlı olur. Oğurluq bir maşın sürdüyü üçün polis onu saxlayır. Müqavimət göstərməyə çalışır, amma bacarmır. Onu saxlayan polis məmuru əvvəlcə kiminlə üz-üzə olduğunu bilmirdi. ABŞ-ın axtarılanlar siyasındakı bir nömrəli qaçqını tutduğunu sonradan öyrənir. Bandini tutulduqdan sonra polis maşınında məmura dediyi sözlər isə hər şeyi ifadə edirdi. Kaş ki, məni öldürəydin. Artıq bilirdi ki, oyun onun üçün bitib. Bu, bütün kontrolunu itirmiş bir narsistin son etirafı idi. Nəticədə Ted Bundy 30-dan çox qətli etiraf etdi, lakin əsl rəqəmin 100-ə yaxın olduğu ehtimal edilir. Məhkəmədə həmin diş izi onun əleyhinə ən güclü sübut oldu və 1989-cu il yanvarın 24-də 42 yaşında Florida ştatında elektrik stuluna edam edildi. Son sözləri isə ailəmə və dostlarıma sevgimi çatdırmanızı istəyirəm. Bu hekayə bizə çox şey öyrədir, amma yekunda düşünmək üçün bir sual buraxır. Bundy, o dövrün canavar stereotipinə uyğun gəlməməsindən və ştatlar arası informasiya boşluğundan məharətlə istifadə etdi. Bəs bugünkü rəqəmsal izlər, hər yerdə olan müşahidə kameraları, bir-birinə bağlı məlumat bazaları olan bir dünyada onun kimi bir qatil eyni şəkildə bu qədər uzun müddət azadlıqda qala bilərdimi? Yoxsa bəlkə də texnologiya yeni təhlükəsizlik qatları yaratsa da, bizim insan kimi qərəzlərimiz, stereotiplərimiz hələ də qalır. Bəlkə bugün də gözümüzün qabağında gizlənən, sadəcə fərqli bir normal maskası taxmış, müaşir bir Bundy'yə yol aça biləcək yeni kor nöqtələr mövcuddur.